Birinci qrup, ümumi sınaq 16. Birinci sual. Loqaritm kök altında 2 əsasdan sinus pi bölünsün 12. Üstünə gəl 4 loqaritm 4 əsasdan 2 kosinus pi bölünsün 12. İfadəsinin qiymətini tapın. Burada kök altında 2'nin əvəzinə 2 üstü 2'də 1 yazaq. 2 üstü 2'də 1. 4'ün əvəzinə isə burada 2'nin kvadratı yazaq. Qüvvətin loqaritmasının xassəsinə görə birincidən 2 qabağa çıxacaq. Loqaritm 2 əsasdan sinus pi bölü 12 qalar. İkincidə 1 bölünsün 2 qabağa çıxar və 4'ə vurular. Loqaritm 2 əsasdan 2 kosinus pi böl 12. Və bunları sadələşdirsək 4 ilə 2 ixtisar gedəcək. Qalar 2 loqaritm 2 əsasdan sinus pi böl 12. Üstünə gəl 2 loqaritm 2 əsasdan 2 kosinus pi böl 12. Burada 2'ni mötərizə xaricinə çıxarsaq və loqaritmaların cəminin hasilin loqaritması olduğunu nəzərə alsaq, loqaritm 2 əsasdan 2 kosinus pi böl 12. İndi loqaritmaların cəmi hasilin loqaritması olduğuna görə bu ifadə eləyəcəyinə loqaritm 2 əsasdan 2 sinus pi böl 12 kosinus pi böl 12. Hesablama aparaq. 2 vurulsun. Loqaritm 2 əsasdan 2 sinus pi böl 12 kosinus pi böl 12 eləyəcək. Sinus pi böl 6. Sinus pi böl 6 da 2'də 1 eləyir. 2 vur. Loqaritm 2 əsasdan 2'də 1 də 2 üstü mənfi 1 olduğuna görə cavab olacaq mənfi 2A variantı birinci sualda. İkinci sual. 60 dərəcəli ikiyüzlü bucağın daxilində götürmüş nöqtədən hər iki üzdən 12 cm məsafədədir. Demək ikiyüzlü bucaqdır. Daxilində bir nöqtə götürülüb. Hər iki üzdən 12 cm məsafədədir. Yəni bu məsafələrin hər ikisi 12'yə bərabərdir. Və ikiyüzlü bucağın qiyməti 60 dərəcədir. Onda bura 90 dərəcə. Bura 60 dərəcə. Burada 120 dərəcə olacaq. Bunlar bir hərflərlə işarə edək. A, B, C, D olsun. A və C-ni birləşdirsək, onda 2 dənə bucaqları 30, 60, 90 olan 3 bucaq alarıq. Bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər olan məsafəni tapın. Yəni AC məsafəsi soruşulur. 30 dərəcə qarşısında katet hipotenzin yarısı olduğuna görə burada AC məsafəsi 12'nin 2 mislinə, yəni 24'ə bərabər olar. 2 də Y variantı. Üçüncü sual. Z bərabərdir A plus B-yi kompleks ədədi üçün Z vurulsun Z üstünə gəlinsin 3 vurulsun I üstü 2024 bərabərdir 259 olarsa A kvadrat üstə gəl B kvadrat cəmini tapın. Deməli Z kvadrat bərabərdir. Buradan 259 çıxılsın 3 vurulsun I üstü 2024 qalır. Deməli Z-in kvadratı bərabərdir 259 çıxılsın 3 vurulsun I kvadrat üstü 1012. Z kvadrat bərabərdir 259 çıxılsın, bu da 3 deməkdir. Z kvadrat 256'dır. Onda Z bərabərdir ya müsbət ya da mənfi 16. A üstə gəl B-yi bərabərdir müsbət mənfi 16 olar. Onda belə çıxır ki, kompleks ədədlərin bərabərlik şərti ilə A müsbət mənfi 16'dır. B isə 0'a bərabər olmalıdır bərabərlik şərtinə görə. Onda A kvadrat üstə gəl B kvadrat bərabərdir 16'nın kvadratı üstünə gəl 0'ın kvadratı eləyəcək 256. Düzgün cavab C variantı. Dördüncü sual.
Ox kəsiyin təpə bucağı düz bucağı olan konusun hündürlüyü 6 olarsa onun həcmini tapın. Konusdur. Ox kəsiyinin təpə bucağı 90 dərəcədir. Hündürlüyü 6 olarsa, hündürlüyü 6-dırsa, deməli bu düzbucaqlı bərabər yanlı üçbucaq olduğuna görə hipotenuza çəkilmiş hündürlük həm də mediandır. Və hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabər olduğuna görə hipotenuz 12 olacaq. Onun həcmini tapın. V bərabərdir 3də 1 pi vurulsun r-in kvadratı vurulsun h. Bu da bərabərdir 72 pi olacaq. Düzgün cavab D variantı 4-də. 5-ci sual. A-nın hansı qiymətində x kvadrat çıxılsın 4 bölünsün a çıxılsın x kəsri ixtisar etdikdən sonra mənfi x kəsrini ixtisar etdikdən sonra mənfi x çıxılsın 2 alınır. İxtisar eləyəndən sonra əgər mənfi x çıxılsın 2 alınırsa, onda buradan bərabərlikdən x kvadrat çıxılsın 4 bərabərdir. X çıxılsın a vurulsun x üstünə gəl 2. Buradakı mənfini a çıxılsın x ifadəsinə vurdum. Daha sonra bunu vurğulara ayırsaq, onda x çıxılsın 2 vurulsun x üstə gəl 2 bərabərdir x çıxılsın a vur x üstə gəl 2. Bu bərabərlikdən x çıx 2-nin x çıx a-ya bərabər olduğunu demək olar. Belə olan halda isə a bərabər olur 2. Demək, a-nın 2 qiymətində. Düzgün cavab olacaq B variantı. 6-cı sual. ABCD trapesiyasının A və B bucaqlarının tən bölənləri YF orta xətti üzərində O nöqtəsində kəsişir. Demək, YF orta xətti. AY 4-dür. BC 6-dır. OF 10-dur. OF 10-dur. AD oturacağının uzunluğunu tapın. Bu tən bölən olduğuna görə burada biz nəyi deyə bilərik? Tən bölən A bucağının tən böləni onu alfa 2 bərabər hissəyə ayırsın. Hər birini alfa ilə işarə edir. Onda YOA bucağı da alfa olacaq. Çarpaz bucaq olduğuna görə OAD ilə. Onda AYO 3 bucağı bərabər yanlı 3 bucaqdır. Onda OY'nin də uzunluğu 4 olmalıdır. Daha sonra B də tən böləndir. Bunlar da beta olsun. Onda yenə çarpaz bucaqların xassəsinə görə BOY bucağı da betadır. Onda BYO 3 bucağı da bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucaq olduğuna görə 4-dür. Həmçinin orta xətt olduğuna görə də demək olar ki, AY YB-yə bərabərdir 4-dür. AD oturacağının uzunluğunu da artıq tapa bilərik. Onda trapesiyanın orta xətti 14 oldu. 14 bərabərdir. Oturacaqlardan biri 6-dır. Digər oturacaq soruşulur. Tənasübdən 28 bərabər 6 üstə gəl x. Buradan x-i tapırıq 22. Düzgün cavab olacaq C variantı 6-da. 7-ci sual. Mərkəzi 10 nöqtəsində olan çevrədə AC 6-dır. AC 6-ya bərabərdir. Onda radius 3-dür. ACB 40 dərəcə. ACB 40 dərəcədir. Ştrixlənmiş hissənin sahəsini tapın. ACB daxilə çəkilmiş bucaqdır. Onda AB qövsünə uyğun mərkəzi bucaq olacaq 80 dərəcə. Deməli, 80 dərəcəyə uyğun sektorun sahəsini hesablamalıyıq. Sektorun sahəsi S bərabərdir pi vurulsun R kvadrat 3-ün kvadratı alfa, yəni 80 dərəcə bölünsün 360. 80 böl 360. Burada 40-ı ixtisar aparsaq 2 dəfə, 40-ı ixtisar aparsaq 9 dəfə, 3-ün kvadratı ilə 9-u da ixtisar aparsaq qalar
2pi. Düzgün cavab 7-də B variantı. 8-ci sual. Funksiyasının ən kiçik qiymətini tapın. X müsbət ədəddir. Fx bərabərdir. 2x üstünə gəl 98 bölünsün x. Onda ədədi həndəsi orta bərabərsizliyinə görə 2x üstünə gəl 98 bölünsün x bölünsün 2 böyük bərabərdir. Kök altında 2x vur 98 böl x. X'lər ixtisar gedəcək. Bu olacaq kök altında 196. Bundan da kök çıxacaq 14. Deməli aldıq ki fx bölünsün 2. Bu fx'dir. Böyük bərabərdir 14-dən. Hər tərəfi 2-yə vursaq fx böyük bərabər 28. 8-də düzgün cavab D variantı olacaq. 9-cu sual. A-ın ədədi silsiləsində A12 30 olarsa 9. Deməli, A-ın ədədi silsiləsində A12 30 olarsa silsilənin ilk 23 həddinin cəmini tapın. Yəni S23-ü tapmalıyıq. A12-ni yazaq A1 üstünə gəl 11D bərabərdir 30-a. S23 bərabərdir 2A1 üstünə gəl 22D böl 2 vur 23 hesablayaq. 2-ni çıxarıb ixtisar aparsaq alarıq A1 üstə gəl 11D vur 23. A1 üstə gəl 11D'ni tapmışıq 30. Deməli 30 vur 23. Bu da bərabərdir 690. 9-cu sualda düzgün cavab C variantı. 10-cu sual. Funksiyasının qrafikinə M0 2 nöqtəsindən qrafikinin M02 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Fx bərabər y üstü x çıx 5 x üstü 4. Əvvəlcə ibtidai funksiyanın ümumi şəklini tapaq. Y üstü x-in ibtidai funksiyası özünə bərabərdir. 5x üstü 4-ün ibtidai funksiyası eləyəcək. 5x üstü 5 bölünsün 5. 5-lər də ixtisar olunacaq. Deməli fx bərabərdir. Y üstü x çıxılsın x üstü 5. Üstünə gəl c-dir. Şərtə görə M02 nöqtəsindən keçən ibtidai funksiya soruşulur. Bunu nəzərə alıb c-ni tapaq. Onda 2 bərabərdir. X-in əvəzinə 0 yazsaq c tapılacaq 1. Deməli tələb olunan ibtidai funksiya y üstü x çıx x üstü 5 üstünə gəl 1. Y üstü x çıx x üstü 5 üstünə gəl 1. Onda olacaq A variantı. 11-ci sual. Tənliyini həll edin. 4 sinus kvadrat 3x çıx 8 sinus 3x üstünə gəl 8 üstünə gəl 3 bərabərdir 0. Tənliyini həll edin. Əvəzləmə aparaq. Cəbri tənliyə gətirək bunu. Sinus 3x bərabərdir t. Onda tənliyi olar 4t kvadrat çıxılsın 8t üstünə gəlsin 3 bərabərdir 0. Diskriminant D1 ilə yazaq. D1 bərabərdir k kvadrat, yəni 16, çıxılsın AC 12 bərabərdir 4 eləyəcək. T1 bərabərdir mənfi k, yəni 4 çıx kök altında D1 bölünsün A. T2 də bərabərdir 4 üstünə gəl 2 bölünsün 4. 4-dən 2 çıxsaq 4-ə bölsək 2-də 1. Üstünə 2 gəlib 4-ə bölsək 3 bölünsün 2. Sinus 3x bərabərdir 2-də 1 ola bilər. Lakin sinus 3x bərabərdir 2-də 3 ola bilməz. Çünki sinusun qiyməti ən çoxu 1 ola bilər. 1-dən böyük ola bilməz. Sinus 3x 2-də 1 isə bu tənlikdə həll eləsə 3x bərabərdir mənfi 1 üstü k arc sinus 2-də 1
üstünə gəl pi k. K daxildir z. Yerləşmədə aşağıdan təzədən yazın. K daxildir z. Hər tərəfi 3-ə bölsək, -1 üstü k. Arcsinus 2-də 1, pi bölünsün 6-dır. 3-ə də bölsək, pi bölünsün 18, üstünə gəl, pi k bölünsün 3. K daxildir z. Düzgün cavabı olacaq. Deməli, B variantı 11-də. 12-ci sual. A parametrin hansı müsbət qiymətində sistemin yeganə həlli var? 12-ci sual. A parametrin hansı müsbət qiymətinin tənlilər sisteminin yeganə həlli olar? Birinci tənlikdən y-i tapaq. A çıxılsın x. İkincidə nəzərə alaq. A deməli x kvadrat üstünə gəl. A çıxılsın x-in kvadratı bərabərdir 6 açaq. X kvadrat üstünə gəl a kvadrat çıxılsın 2ax üstünə gəl. Üstünə gəlinsin x kvadrat bərabərdir 6. Oxşar toplananları islah eləsək, olar burada 2x kvadrat çıxılsın 2ax üstünə gəl a kvadrat çıx 6 bərabərdir 0. Kvadrat tənliyi alındı. Yeganə kökünün olması üçün diskriminantı 0 olmalıdır. Diskriminantı tapaq. 4a kvadrat çıxılsın 8 vurulsun a kvadrat çıxılsın 6 bərabərdir 0. Deməli 4a kvadrat çıx 8a kvadrat çıxılsın üstünə gəl 48 bərabərdir 0. 4a kvadrat bərabərdir 48. A kvadrat bərabərdir 12. A bərabərdir müsbət qiymət soruşulduğuna görə müsbət deməli 2 kök altında 3. Düzgün cavab A variantı 12-də. 13-cü sual. 2 elementli alt çoxluqlarının sayı 21 olan çoxluğun 3 elementli alt çoxluqlarının sayını tapın. 13. 2 elementli alt çoxluqların sayı kombinezon n-dən 2-yə bərabərdir 21-dir. Buradan n vur, n çıxılsın 1 bölünsün 2 bərabər 21 alırıq. N vurulsun, n çıxılsın 1 bərabərdir 42-dir. Natural ədəd kimi bunu ödəyir. N bərabərdir. Natural ədəd deməli 7. 3 elementli alt çoxluqların sayını tapın. Yəni deməli n 7 imiş. 7 elementli çoxluğun 3 elementli alt çoxluqların sayı kombinezon 7-dən 3-ə, 7 elementdən 3-ə bərabərdir. Bu da 7 faktorial bölünsün, 3 faktorial vurulsun, 4 faktorialdır. İxtisar aparsaq 4 faktorialla 7 faktorialı qalacaq. 5, 6, 7 bölünsün, 6 ixtisar aparsaq bu da 35-ə bərabər olacaq. 13-də düzgün cavab olacaq B variantı. 14-cü sual. 2 kiçik bərabər x kiçik bərabərdir 5 və 6 kiçik bərabər y kiçik bərabər 9 olarsa 4x çıxılsın 3y ifadəsinin mümkün tam qiymətlərinin sayını tapın. Birinci bərabərsizliyin hər üç tərəfini 4-ə vursaq 8 kiçik bərabərdir 4x kiçik bərabərdir 20. İkinci bərabərsizliyin hər iki tərəfini mənfi 3-ə vuraq. Mənfi 3-ə vursaq eləyəcək mənfi 27 işarəni də dəyişirik. Mənfi 3y kiçik bərabər mənfi 18. Daha sonra bunları tərəf-tərəfə toplasaq olar mənfi deməli 19 kiçik bərabər 4x çıxılsın 3y kiçik bərabərdir 2. Mümkün tam qiymətlərin sayını tapın. 2 çıxılsın mənfi 19 üstünə gəlinsin 1 bərabərdir 22. Bərabərdir 22. On dördüncü sualda düzgün cavab C variantı. 15.
Loqaritm 2 əsasdan x, üstünə gəl loqaritm 4 əsasdan x, üstünə gəl loqaritm 8 əsasdan x, üstünə gəl loqaritm x əsasdan 16 bərabər 20 tənliyini həll edin. Bu ifadələri birinci ifadəni loqaritm x əsasdan 2, ikinci ifadəni loqaritm x əsasdan 4, daha sonra loqaritm x əsasdan 8, üstünə gəl loqaritm x əsasdan 16 bərabər 20 yaza bilərik. Deməli, 4-ün əvəzinə 2-nin kvadratı yazaq, 8-in əvəzinə 2-nin kubu yazaq, 16-nın əvəzinə 2 üstü 4. Qüvvətin loqaritmasının xassəsini tətbiq eləsək, loqaritm x əsasdan 2 üstünə gəlsin 2 loqaritm x əsasdan 2. Üstünə gəl 3 loqaritm x əsasdan 2. Üstünə gəl 4 loqaritm x əsasdan 2 bərabər 20. Buradan alırıq ki, 8 loqaritm x əsasdan 2, 8 eləmir, 10 loqaritm daha doğrusu. 10 loqaritm x əsasdan 2 bərabərdir 20. Loqaritm x əsasdan 2 bərabərdir 2. Onda x bərabərdir buradan kök altında 2-yə. Düzgün cavab olacaq 15-də D variantı. 16-cı sual. B-Y və C-D vətərləri F nöqtəsində kəsişən çevrədə AB və AC kəsəndir. DC-yə 20 və BAC 50 olarsa, BFC-nin dərəcə ölçüsünü tapmalıyıq. Deməli, DC-yə 20-dir. DC-yə. Bura 20-dir. Bura 20 dərəcə. Daha sonra BAC 50 dərəcə. Bura 50 dərəcə. BFC bucağını tapmalıyıq. Bu bucağı tapmalıyıq. İndi əvvəlcə DC'yə daxilə çəkilmiş bucaq olduğuna görə DY qövsünün dərəcə ölçüsü olacaq 40 dərəcə. Bu 40 dərəcə. Sonra DBY qövsü də DBY daxilə çəkilmiş bucaqda DY qövsünə söykəndiyinə görə o da 40-ın yarısına, yəni 20-yə bərabər olacaq. BC-nin dərəcə ölçüsünə bir Y desək, buna da bir X desək, belə bir ifadə yaza bilərik. Birinci, iki vətər arasında qalan bucağın xassəsinə görə yazarıq ki, Y üstünə gəl 40 bölünsün 2 X-ə bərabərdir. İki kəsən arasında qalan bucağın xassəsinə görə yaza bilərik ki, Y çıxılsın 40 bölünsün 2 bərabərdir. Y çıxılsın 40 bölünsün 2 bərabərdir 50-yə. Buradan Y-i tapıb, Y çıxılsın 40 bərabərdir 100. Y-i tapırıq 140 dərəcə. Y 140-dirsə, onda onu bu ifadədə nəzərə alsaq, buradan alarıq ki, 140 üstünə gəl 40 bölünsün 2 bərabərdir X. Deməli, X bərabər imiş 90 dərəcə. 16-cı sualda düzgün cavab olacaq C variantı. 17-ci sual. Kosinüs 55 A olarsa, kosinüs 55 A olarsa, kosinüs 35 bölünsün tangens 35 üstünə gəl tangens 55. Kosinüs 35-in əvəzinə biz sinus 55 yaza bilərik. Sinus 55. Tangens 35-in əvəzinə yaza bilərik kotangens 55 və kotangens 55 də özü kosinus 55 bölünsün sinus 55 deməkdir. Tangens 55 isə sinus 55 böl kosinus 55-dir. Məxrəci hesablayaq. Əvvəlcə, demək, surət oldu sinus 55 bölünsün
sinus 55 vur kosinus 55'ten kosinus kvadrat 55 vur sinus üstüne gel sinus kvadrat 55. Bu da bərabərdir. Deməli olacaq. Bu 1'ə bərabərdir və yuxarı hissədəki sinus 55 vurulacaq. Sinus 55 vur kosinus 55'ə. Kosinus 55 vur sinus kvadrat 55 aldıq. Deməli sinus kvadrat 55 vur kosinus 55. Kosinus 55 A-da sinus kvadratda 1 çıxılsın. Kosinus kvadrat 55'dir. Deməli bu bərabərdir. 1 minus A kvadrat vurulsun A. Yəni A çıx A kubu. Düzgün cavab olacaq A variantı 17'dir. 18. Limitdir. Limit x yaxınlaşır sonsuzluğa. Bu ifadədə surəti məxrəcə hədbəyəd bölək 1 üstəgəl 12 bölünsün x üstü 4x yazaq. Bərabərdir limit x yaxınlaşır sonsuzluğa. 1 üstəgəl 12 böl x üstü x bölünsün 12 olsaydı bu y ədədinə bərabər olardı. Amma üstündə 4x-dir. Deməli biz bunu vurmalıyıq 48'ə ki 4x alınsın. Onda baxın bu ifadə, bu limit daha doğrusu y-yə bərabərdir. Onda cavab olacaq y üstü 48 B variantı. 19. ABC üçbucağında DY MN-ə paraleldir. AD 3 BD-yə bərabərdir. AD 3 BD-dir. Deməli bura x-dir, bura 3x-dir. BM SM-ə bərabərdir. BM SM-ə bərabərdir. Daha sonra DY 12'dir. DY 12 olarsa MM parçasının uzunluğunu tapın. MM parçasının uzunluğunu tapmalıyıq. Bu 12'ni bu tərəfdə yazın. Əlavə xətt çəkməliyik burada. B təpə nöqtəsindən D-yə və M-ə paralel bir parça çəkək. BK parçası olsun. BK parçası ADY üçbucağı və ABK üçbucağı uyğun bucaqlar eyni olduğuna görə bucaq-bucaq əlamətinə görə oxşardır. Onda oxşarlığa görə yaza bilərik ki 12'nin BK-ya nisbəti bərabərdir 3x-in 4x-ə nisbəti. Buradan BK-nın uzunluğunu tapsaq bərabər olar 16. Demək BK 16 olsa BKS üçbucağında MN orta xətt olacaq. Fales teoreminə görə 11 tərəfin bərabər bölübsə paralel xətt. Digər tərəfində bərabər böləcək. Orta xətt olduğuna görə MN-in uzunluğu olacaq 8. Düzgün cavab D variantı 19'da. 20-ci sual. AB-yə paralel olarsa alfanı tapın. AB-yə paraleldir. Bura 40 dərəcədirsə, onda ondan çarpaz olan bu bucaq da 40 dərəcə olacaq. Daha sonra xassəyə görə buradan yazaq. Deməli, alfa üstünə gəlsin 70 bərabər olmalıdır 120 dərəcəyə. Onda alfa bərabərdir 50 dərəcə. 20'də düzgün cavab olacaq C variantı. 21. 300 qram 40% duz məhlulunun üzərinə neçə qram su əlavə etmək lazımdır ki 30% məhlul alınsın? Deməli, məhlul 300 qramdır. Bunun tərkibində 40% duz var, yəni 300'ün 40%-i bu deyiləcək 120. Neçə qram su əlavə etmək lazımdır ki, su əlavə olunursa məhlul artır, duz isə dəyişmir.
30% olsun. Yəni ki, duz məhlulun 30% olsun. Duz bərabərdir məhlulun 30% bərabər olsun duza. Onda 300 üstə gəl x bərabərdir. 120-ni 0,3-ə bölsək 40 dəfə, yox 400 dəfə x bərabərdir 100 tapılar. Demək 21-də C variantı. 22-ci sual. A və B müsbət ədədləri üçün A bölünsün B deməli 2 bölünsün 3-dür. 22. A bölünsün B 2 bölünsün 3. Olarsa bu ifadənin qiymətini tapın. A bərabərdir 2K, B bərabərdir 3K götürək. Və bu ifadədə yerinə yazaq. Onda nə alarıq? 5B-nin əvəzinə 3K yazsaq eləyəcək 15K çıx 6K üstünə gəl kök altında 4K üstünə gəl 21K daha sonra 4K üstünə gəl 12K 16K üstünə gəl 9K. Onda birinci ifadəni aldıq. Kök altında 9K, kök altında 25K, kök altında 16K, kök altında 25K. Surətdən və məxrəcdən kök altında K-nı çıxarsaq mötərizə xaricinə, qalar kök altında 9, yəni 3 üstünə gəl 5. Aşağıda məxrəcdə 4 üstünə gəl 5. Kök altında K-lar ixtisar olunar. 8 böl 9. 22-də düzgün cavab D variantı. 23. A-nın neçə tam qiymətli funksiyası yalnız müsbət qiymətlər alar. Yalnız müsbət qiymət alması üçün bu kvadrat üçədlidir. A burada 1-dir, müsbətdir. A müsbətdirsə, deməli diskriminant mənfi olmalıdır ki, yəni x oxunu kəsməməlidir ki, həmişə müsbət olsun. Diskriminant mənfi olmalı. Diskriminantı tapsaq, diskriminant bərabərdir B kvadrat. Yəni burada B-ni A kimi işarə ediblər. Burada yazdığım A birinci həddin əmsalını nəzərdə tutmuşam. Burada ikinci həddin əmsalını da A ilə işarə ediblər. Burada qarışıqlıq düşməsin deyə bunu silirəm. Bunu ikinci hədd əmsalı. Buna nədir? Birinci hədd əmsalı. Bunu silək. Birinci hədd əmsalı müsbətdir. Yəni x kvadratın əmsalını nəzərdə tuturdum A kimi. Buradan A kvadrat çıxılsın 36 kiçikdir 0. Bu da A daxildir. Mənfi 6. 6 deməkdir. A-nın neçə tam qiymətində soruşur. 6 çıxılsın mənfi 6 çıxılsın 1 bərabərdir 11 tam qiymətində. 23-də cavab 11. 24. ABC üçbucağında AC BC-yə perpendikulyardır. AC CD-yə bərabərdir və 12-yə bərabərdir. BD isə 2-yə bərabərdir. BD 2-dir. Sonra AC CD-yə bərabərdir. AC CD-yə bərabərdir. 12, 12. AD parçasının uzunluğunu tapın. Buradan hündürlüyü çəksək, bu üçbucaq ACD üçbucağa bərabər yanlı olduğuna görə bu həm də median olacaq. Onda AK, KD bir-birinə bərabərdir. Hər birinə bir x desək. Onda hipotenuza çəkilmiş hündürlük hipotenuzu bölən hissələr arasında orta mütənasib olduğuna görə onda yaza bilərik ki, SK bərabərdir kök altında x vurulsun x üstünə gəl 2. Bu parçaların həlləsi ortasına bərabərdir.
Digər tərəfdən SKD üçbucağından Pifaqor teoremini yazsaq, alarıq ki, x vurulsun x üstə gəl 2, yəni SK-nın kvadratı üstünə gəl x kvadrat bərabər 144. Buradan 2x kvadrat üstünə gəl 2x bərabərdir 144. 144'ü də keçirək bu tərəfə. X kvadrat üstünə gəlsin, x çıxılsın. 72 bərabərdir 0. X bərabərdir 8 tapılır. AD'nin uzunluğu soruşulurdu. Onda AD'nin uzunluğu bərabərdir 2 vurulsun 8, yəni 16 olacaq. Düzgün cavab 24'də. 25. Əkob AB üstünə gəl BA. Bunu açaq. Mərtəbə toplananlarını ayıraq. AB üstə gəl BA bərabərdir 11A üstünə gəl 11B deməkdir. Bunu açıb özünüz də görə bilərsiniz. Deməli, ortaq vuruq A üstə gəl B'dir. Onu əkob qabağına çıxarda bilərik. Qalar əkob 11 və 1 bərabər 77. 11 ilə 1-in əkobu bilirik ki 11-ə bərabərdir. Hər tərəfi 11-ə bölsək A üstə gəl B 7 alınır. A ilə B-nin cəmi 7-dir. AB ədədinin ən böyük qiymətini tapın. İstəyirik ki AB ədədi ən böyük olsun. Burada neçə ola bilər? AB. Deməli B və A 0 ola bilməz. Çünki verilən şərtdə verilənlərə görə B əvvəldə yazılıb, A da əvvəldə yazılıb. Deməli, heç biri 0 ola bilməz. Ona görə də hansı mümkün variantlar ola bilər? 6, 1 ola bilər. 1, 6 yer dəyişməsi də mümkündür. Sonra 7, 0 ola bilməz. 5, 2 ola bilər. 4, 3 ola bilər. Qalanlarda bunların təkrarından alınacaq. Yer dəyişmə olacaq. 3, 4, 2, 5, 1, 6. Bizdən AB ədədinin ən böyük qiyməti. AB ən böyük, AB maksimum 61 ola bilər. 25-ci sualda cavab olacaq 61. 26-cı sual. X çıxılsın 4, vurulsun kök altında 75 çıxılsın 3x kvadrat. Bərabərdir 0 tənlinin həqiqi köklərinin cəmini tapın. 1, 1, 0-a bərabər eləyək. Bərabər 0 və 75 çıxılsın 3x kvadrat bərabərdir 0. Dəyişən mümkün qiymətlərin əvvəlcə yazaq, daha sonra. Dəyişən mümkün qiymətlər çoxluğu 75 çıxılsın 3x kvadrat böyük bərabər 0 olmalıdır. Buradan alırıq ki 25 çıxılsın x kvadrat böyük bərabərdir 0, yəni x kvadrat çıx 25 kiçik bərabər 0. Buradan da alırıq ki x mənfi 5, 5 arasından qiymət ala bilər. Bu parçada qiymət alır. Tənliyi əldə eləsək 1 kök tapılar 4. Buradan x kvadrat bərabərdir 25, x bərabər müsbət və mənfi 5. Deməli, tənliyin 3 dənə kökü var. 3 dənə kökü var. Tənliyin həqiqi köklərinin cəmi soruşur. Həqiqi köklərinin cəmi 4-ə bərabər olacaq. Hamısı həqiqi kökdür. Hamısı da tənliyi ödəyir. Cavab olacaq 4. Tili A, yan səthinin sahəsi S və tam səthinin sahəsi S tam olan düzgün tetraeder üçün uyğunluğu müəyyən edin. 27-ci sualda. Tetraederin bir üzünün sahəsi 3 bucaq olduğuna görə bir üzünün sahəsi eləyir kökdə 3 a kvadrat böl 4. Yan səthinin sahəsi eləyir 4 dənə yan üzü, daha doğrusu 3 dənə yan üzü olduğuna görə 3 kök altında 3a kvadrat böl 4'dür. Tam səthi isə kök altında 3 a kvadratına bərabərdir. İndi baxaq, burada
A variantı birincidə verilib. Tam səthin sahəsi 36 kök altında 3-dür. Birinci. S-tam əgər 36 kök altında 3-dürsə, onda S-yan bərabərdir. S-yan bunun 4-də 3 hissəsi eləyir də. 4-də 3 hissəsi. Yəni 36-nın 4-də 3 hissəsi bu da eləyəcək 27 kök altında 3. 27 kökdə 3. 27 kök altında 3 və buradan biz tam səthinin sahəsinin 36 kök altında 3 olmağından tilinin də 6 olduğunu alarıq, amma bu variantlarda yoxdur. 2-ni də yazaq, daha sonra uyğunlaşdırarıq bunları. Deməli, ikincidə S tam bərabərdir 64 kök altında 3. Onda yan səthi nə qədər eləyəcək bunun? Tam səthin 4-də 3 hissəsi. 64 4-ə bölünür. 16, 48 kök altında 3 eləyəcək. Buna uyğun da yoxdur. Tili deməli kök altında 3a kvadrat bərabərdir 64 kök altında 3-dən alırıq ki, a bərabərdir 8, bu var. Üçüncüdə S tam bərabərdir 16 kök altında 3-dür. S-yan 16, S tam 16 kökdə 3-dür, onda S-yanı tapsaq, S-yan eləyəcək bunun 4-də 3 hissəsi 16 4-ə 4 dəfə 4 dəfə 3 12 kök altında 3 var. Bir də deməli 16 kök altında 3 bərabərdir kök altında 3 a kvadrat olmasından a-nı 4 taparıq. Beləliklə uyğunlaşdırsaq 1-ə uyğun Y variantı gedir. Başqa bir variant getmir. 2-yə uyğun a bərabərdir 8-dir. Bunda da bir variant gedir. B variantı 2-yə uyğun gedir. 3-ə uyğun A variantı da var və bir də C variantı var. A, C. 3-ə uyğun gedir A, C. D variantı isə heç birinə getmir. Yazılı suallar. 28-ci sual. Y bərabər x düz xətti OABS düzbucaqlısı üzərində yerləşən D nöqtəsini özündə saxlayır. OBD üçbucağının sahəsi 12 və C 6 0 olarsa B nöqtəsinin koordinatlarının cəmini tapın. Deməli, üçbucağın sahəsi 12-dir. Bu üçbucağın sahəsi 12-dir. Üçbucağın sahəsi 12-dir. Daha sonra D nöqtəsi Y bərabər x düz xəttinə aiddir. Buradan nəyi təyin edə bilərik? Baxın, bu üçbucağın hündürlüyü bu qırmızı xətlə göstərdim OS parçasıdır. Onda OS-nin uzunluğu 6 olduğuna görə və oturacaq da burada körbucaqlı üçbucaqdır. Onun oturacağı da buradır. DB. Onda sahə 12-dirsə, onda belə çıxır ki, DB vurulsun 6 bölünsün 2 bərabər 12 olmalıdır. Buradan DB-ni tapsaq, DB bərabərdir 4. DB-nin uzunluğunu taparıq 4. Bura 4-dür. DB 4-dür. Və D nöqtəsi Y bərabər x düz xətti üzərində olduğuna görə onda bunun koordinatları eyni olmalıdır. X-i də 6 olmalıdır, Y-i də 6 olmalıdır. Onda bu məsafəni də tapdıq. Burada 6 imiş. B nöqtəsinin koordinatları cəmini tapın deyir. B nöqtəsinin koordinatlarını da artıq tapmışıq. Baxın, demək CB məsafəsi B nöqtəsinin ordinatını göstərir. B nöqtəsinin ordinatı 10-dur. Və OS məsafəsi isə AB məsafəsinə bərabərdir. O da B nöqtəsinin apsisini göstərir 6. Deməli, cavab olacaq. Deməli, 6, 10 və bunların cəmi soruşulduğuna görə 6 və 10-u toplasaq eləyəcək 16. 6 və 10-un cəmi 16.
29-cu sual. Sınaq imtahanında Həsənin və Yusifin riyaziyyat fənnindən 100 bal toplaması hadisəsinin ehtimalı uyğun olaraq 8-də 7 və 5-də 2-dir. Buna görə onlardan ən azı birinin 100 bal toplaması hadisəsinin ehtimalını tapın. Deməli, A hadisəsi olsun, Həsənin 100 bal toplaması hadisəsi. Onun ehtimalı olur 8-də 7. B hadisəsi olsun, Yusifin 100 bal toplaması hadisəsi. Onun da ehtimalı 5-də 2-yə bərabərdir. Onda Həsənin 100 bal toplamaması hadisəsinin ehtimalı bərabər olacaq 8-də 1. Yusifin 100 bal toplamaması hadisəsinin ehtimalı olacaq 5-də 3. Birdən çıxmaqla tapırıq. Tamamlayıcı hadisədir. Mümkün hallar nə ola bilər? Həsən, Yusif. Deməli, Həsən 100 bal toplaya bilər, Yusif 100 bal toplamaz. Birinci ad. Başqa hansı hal mümkündür? Həsən 100 bal toplayar, Yusif 100 bal toplayar. Həsən 100 bal toplamaz, Yusif 100 bal toplayar. Və ya heç biri 100 bal toplamaz. 4 mümkün hal var. Bu 4 mümkün hallardan bizim üçün əlverişli olan, baxın, bu 3 haldır. Bunları bir-bir hesablamaq da olar. Amma daha yaxşı olar ki, mümkün hallardan bir dənə hər ikisinin 100 bal toplamaması hadisəsinin ehtimalını çıxaq. Yəni, birdən çıxaq, Yusifin 100 bal toplamaması hadisəsinin ehtimalı 5-də 3, Həsənin 100 bal toplamaması hadisəsinin ehtimalı 8-də 1, bərabər olacaq 1 çıxılsın 40-da 3, bu da bərabərdir 40-da 37. Bu şərtdə tələb olunan ehtimalı verəcək. Otuzuncu suala baxaq. ABC üçbucağının BH hündürlüyü ilə BT tənbölən arasında qalan bucaq A çıxılsın bucaq C-nin modulu bölünsün 2 olduğunu isbat edin. Deməli, burada HBT bucağı bir X olsun. ABH bucağına alfa, sonra TBS bucağına beta, BAH bucağına gamma və BST bucağına bir fi deyək. Onda BT tənbölən olduğuna görə beta bərabərdir. Alfa üstünə gəlsin X olmalıdır. Daha sonra ABH düzbucaqlı üçbucağında alfa və qammanın cəmi 90 dərəcə. HBS düzbucaqlı üçbucağında da X üstə gəl beta üstünə gəlsin fi cəmi 90 dərəcə olacaq. Birinci bərabərlik olduğu kimi qalsın. İkinci bərabərlikdən alfanı tapaq. Alfanın əvəzinə yazaq 90 çıxılsın qamma. Və bu iki ifadəni üçüncü ifadədə nəzərə alaq. Yəni, burada X qalsın, betanın əvəzinə alfa üstə gəl X yazaq və alfanın əvəzinə 90 çıx qamma yazırıq. Deməli, 90 çıx qamma üstünə gəl X, üstünə gəl fi bərabərdir 90 olacaq. Buradan deməli 2x üstünə gəl 90 dərəcə çıxılsın qamma üstünə gəl fi bərabərdir 90 dərəcə. Hər tərəfdən 90 çıxsaq 2x çıxılsın qamma üstünə gəl fi bərabərdir 0 alınar. 2x bərabərdir qamma çıxılsın fi və x-i tapsaq qamma çıxılsın fi bölünsün 2-yə. Bu verilmiş şəkildə qamma fidən böyükdür. Qamma fidən böyükdür. Qamma fidən böyük olduğuna görə bu qamma çıxılsın fi bölünsün 2 oldu. Yəni, bucaq A çıxılsın bucaq C bölünsün 2. Əgər fi qammadan böyük olsaydı, onda alacaqdıq ki, fi çıxılsın qamma bölünsün 2. Fi çıxılsın qamma bölünsün 2 alır. Yəni, ümumi halda x bucağı
tapanda qammadan deməli A-dan C-ni çıxıb onun mütləq qiymətini 2-yə bölmək lazımdır. Yəni böyüyündən kiçiyini çıxıb 2-yə bölmək lazımdır.